olması maratonu. Deyəcək, salam dəyərli izləyicilər, hər birinizi akademiyada salamlayırıq. Ödənişsiz qruplarımıza göndərdiyimiz Salam dəyərli izləyicilər, hər birinizi X Akademiyadan salamlayıram. Bugün sizə ödənişsiz WhatsApp qruplarımıza atdığım növbəti 10 sualın izahını paylaşacağım. Suallarda diqqətli olun, çalışın ki, videonu dayandırın, ilk öncə özünüzlə işləyin. Əgər qrupa sonradan qatılmışsınızsa, YouTube-da izahları olacaq. Yəni, YouTube-da videonu dayandıraraq sualı işləyə bilərsiniz. Bu arada rəy bölməsində ödənişsiz WhatsApp qruplarımızın linki olacaq. İlk sualımızdan başlayırıq. Bu arada qayda so-doi, naizə-doi qaydasıdır. Cümləmizdə inkar görürük. Didn't. Didn't varsa so-nu atırıq. Çünki so inkarla işlənməz. Deməli, so inkarla işlənməz. Naizəni saxlayıram. Hələ ki, to-nu atıram, also-nu atıram. So, to, also-nu inkardan sonra görə bilməliyik. İndi iki dənə variant arasında qalmışıq. C və, daha doğrusu, iki dənə variant arasında qalmışıq. D və B variantı. Burada bunu bilin ki, cümlə quruluşu naizə və yaxud da so-dan sonra xəbər sonra mübtəda olmalı. Yəni ki, budur, D-dən əvvəl gəlməlidir. Naizə do day, belə olmalıdır. Yəni, day do yanlışdır. Ona görə B variantı da getdi. Bunlar zaten geçmişdi. Doğru cavabımız D variantıdır. Aizə cümlənin sonundadır, inkarla işlənib. İndi növbəti sualımız. Görürsünüz ki, cümləmizdə inkar yoxdur. İnkarlıq bililən söz yoxdur. Deməli, cümləmizdədir, təsdiqdədir. Xəbərimizə baxırıq put. Mübtədamıza baxırıq Mary. Mary təkdədir. Təkdə olan xəbərin, təkdə olan cümlənin xəbəri S qəbul eləməlidir indiki zamanda. Amma görürsünüz ki, S qəbul eləməyib. Deməli, bu nədir? Keçmiş zamandadır. Bilirsiniz ki, putun digər formaları, keçmiş zamanda olan forması olduğu kimi qalır. Yəni, dəyişilmir. Deməli, bu cümlə keçmiş zamandadır. Keçmiş zamanda olan cümləmin xəbəri didlə olmalıdır. Baxırıq, burada didlə verir, belə yanlışlıq yoxdur. Amma indi baxmalıyıq, təsdiqdədir. Təsdiqdə sizə aizəni çıxıram, 2 getdi, didn't-ı çıxıram. İndi 1, 3 və 5-in arasında qalmışam. Baxın, so-dur, to-dur və batla olan cümlədir. Bunu unutmayın ki, batın bir tərəfi, belə deyim, gülməli, digər tərəfi ağlamalı. Yəni, bir tərəfi təsdiq, bir tərəfi inkar olur. Baxın, cümlə təsdiqdədir, müsbətdir. Təsdiqdədir. Digəri nə olacaq? İnkar da olacaq. İnkarda verib, doğrudur. 5-i seçirik. To-nu gördüm. To olan cümlədə didn't olmaz. Az öncə nə dedim? Also, to və so. Bunlar inkarla işlənməz. Ona görə 4-də də çıxdım. Bir dəqiqə, bunu bayaq çıxmışdım. Deyəsən, silib. Deməli, 3-də doğru cavabımızdır, həmçinin 1-də doğru cavabımızdır. Yəni 2 ilə 4-də az öncə çıxmışdım, sadəcə çıxandan sonra lövhədə getdi, yazdığım. Deməli, 1-də, 3-də, 5-də. So-la təsdiq, to-la təsdiq, batın bir tərəfi müsbət mənalı, digər tərəfi isə mənfi mənalı deyə 1, 3, 5, doğru cavabımız B variantıdır. Daha sonra yenə doğru cavabı istəyir. Burada John will come to see. Görürsünüz ki, will come-dır. Gələcək zamandadır və təsdiqdədir. Ona görə nə edirəm? Aizə inkarla işlənən A variantı getdi. Sonra naizəni gördüm, getdi. BC D-nin arasında qalmışıq. Burada do gördüm. Do işləməz. Do çünki feil gəldikdə, indiki zamanda olan feil gəldikdə, bir dəqiqə, indiki zamanda olan feil gəldikdə do işlənir. Amma həmçinin dazdır. İndiki zamanda feil gəldikdə daz işlənir. İndi baxın, do-la dazın fərqini yəqin ki bilirik. I, we, you, they-də do-la işlədirik. He, she, it-də isə, baxın, Tom burada he-dir də daz işlədirik. Amma will-ə görə biz bunları atmalıyıq. Doğru cavabımız so, will, the, others C variantı. Daha sonra yenə doğru cavab istəyir. Baxın, cümləmdə not görmürəm. Yəni, inkarlıq belə baxanda görünmür. Amma cümləmdə nevə var. Nevə inkar anlayışlıdır. İnkar anlayışlıdırsa, digər tərəfdə inkar olmalıdır. So-nu atdım. Deməli, digər cümlələrə baxıram. To var.
Atdım. Also var. Atdım. C və D-nin arasında qalmışam. Batın bir tərəfi təsdiq, bir tərəfi inkar olmalıdır. Bura inkardır. Burada nədir? İnkardır. Çıxdım. Çünki bura müsbət olmalıydı. Çıxdım. Daha sonra Ayzə ilə Nevə inkarda işlədib. Doğrudur. C variantı. İndi isə növbəti sualına davam edirik. Burada görürsünüz cümlən təsdiqdədir. Təsdiqdə olduğu üçün so və to. Baxın, bütün cavablar doğrudur. Mən baxdım, oylamada 1-3 seçənlər də vardı, 2-4 seçənlər də vardı. Bəs indi burada nəyə fikir verməliyik? Feilə. Feil lay feilidir, lay. Bu, baxın cümləyə, little Cassie lay on the sofa. O, balaca Cassie divanda uzanmışdı deyirik. Bu lay feilidir, uzanmaq feili. Lay birinci versiyasıdır bu. Lay, indiki zamanda işlənən. Lay və lay. Baxın, bu feildir. Bu feil, yəni bu feilin ikinci versiyasıdır, keçmişdə olan versiyasıdır. Keçmişdədir deyə mən dazları atmalıyam. 1-3 doğru cavabımızdır. Nə deyəcəkdim sizə? Siz bunu hansı ilə qarışdırmısınız? İlk versiyası lay olan feillə qarışdırmısınız. O yerinə qoymaq deməkdir. Yerinə qoymaq burada cümləmizin mənasından düz gəlmir deyə, yəni bu feilin birinci forması, yəni indiki zamanda olan versiyasıdır. Amma ona görə yəni dazı seçmisiniz, amma məna olaraq bu feil deyil. Məna olaraq bu feildir. Daha sonra yenə choose the correct variant. Görürsünüz ki, burada 3 nöqtəni verib tamamlayıb. Yəni 3 nöqtəni biz doldurmalıyıq. Do. Do indiki zamandadır. Və sona verib deyə təsdiqdədir. Mən inkar olanları çıxacağam. Deməli, ilk öncə do-nandır, dazın olmadığına baxmayaraq inkarda deyə C variantına çıxdım. Çünki sondan işlənməz. Daha sonra the girl chose keçmişdədir. Çıxdım, did olardı. Do olmazdı. Let me. Baxın, Harold let me. Harold üçüncü şəxsin təkindədir. Üçüncü şəxsin təkindədirsə, bunun xəbəri indiki zamanda olsaydı let's olardı. Amma görürsünüz, letdir. Deməli, bu keçmiş zamandadır. Keçmiş zamanda do olmaz. Bu da getdi. Eyni şəkildə she cuts olardı ki, indiki zamanda. Ona görə əslində bu cutdır deyə bunun xəbəri did olmalıydı. A da getdi. Doğru cavabımız B variantı. Has to. Has to'nun da ki biz bilirik ki, sualı inkarı do, did, does, yəni do-la və does-la. Has to deyə does-la, have to olsaydı do-la düzəlir. Doğru cavabımız B variantı. Daha sonra 7-ci sualına davam edirik. Burada isə did-dir. Did deyə indi fikir verməliyik. Who lets? Görürsünüz, indiki zamanda feilin sonuna əlavə olunur. Amma did keçmişdə deyə B-ni çıxdı. Daha sonra təsdiqdədir eyni şəkildə. Görək inkarımız varmı? Deməli, was-dur. Was-un əgər biz cavabını veririksə, was-la verməliyik. Baxın, burada was asleep-dir də, to be-dir. To be-nin cavabını elə to be ilə verməliydik. C-ni ona görə çıxdıq, did-lə verib. To be-lə verməyib. Burada sonra bu has got-dur. Bunun da cavabını has-lə verməliydik. Birinci versiya. Yəni köməkçi feillə cavab verməliyik də. Ona görə bu da getdi. Eyni şəkildə burada da had completed, burada da had-lə olmalıydı. Ona görə getdi. Burada had to var. Had to-nu az öncə dedim. Bunu yazdım sizə. Have, has, had, to. Bunların sualı inkarı have-lə, has-də, do, does-la olur. İndi bunu uyğunlaşdıracaqsınız da öz-öz. Hətta isə did-lə olur. Bax, eyni bu qayda. Ona görə doğru cavabımız A variantı. Daha sonra 9-cu sualına davam edirik. Yenə has to-nu görürük. Eyni şəkildə cümlə təsdiqdədir. Nice, çıxdım. Daha sonra nə görürəm? Has to deyə nə lazımdır mənə? Does və yaxud da do lazımdır. Ona görə xəbəri has, had olanlara çıxdım. Doğru cavabım C variantı. Bu arada ödənişsiz WhatsApp qruplarımızın linki rəy bölməsində olacaq. Hansı ki, 3 fəndən də həm Azərbaycan dili, həm riyaziyyat, həm də ingilis dilindən qruplarımız var. Daha sonra 9-cu suala baxaq. Doesn't need. Görürsünüz, inkardadır. İnkarda deyən also-nu çıxdım, to-nu çıxdım. İndi doesn't need-dir. Bu deməli need feilidir. Need feilini
indiki zamandadır bu arada. Nice I do olmazdı, nice do I olardı. Nice need olmazdı, nice do I olardı. Nice need I olmaz. Çünki niyə? Need feildir, əsas feildir. Əsas feilin biz inkarını ümumiyyətlə so do I, nice do I qaydasında do ilə əvəz edirik. Baxın, burada feilim varsa, burada do ilə əvəz edəcəm. Ona görə B-ndə çıxdım. Burada no, do, I doğru cavabımızdır. Doğru cavab A variantı. Sonra sonuncu suala artıq gəlib çatdıq. İlk öncə baxın, görün siz hansı cavabı doğru olaraq tapırsınız. Deməli, görürsünüz cümlə təsdiqdədir. Burada so, nice-ni atdım, Ayzəni atdım. Niyə? Çünki nice inkardadır. Ayzə olan cümlə ümumiyyətlə inkarda olmalıdır. Are yox, aren't olardı. Yəni bu tamamilə səhvdir. İndi baxın. I am working this weekend. I am working-də. Burada am var. To be var. Bunun bir dəqiqə nə oldu? Burada deməli to be varsa do-la cavab vermərik. To be varsa elə to be-nin özü ilə cavab verərik. Əgər feil varsa do-ladır. Amma to be varsa to be-nin özü ilə cavab verir. Ona görə B-də getdi. İndi baxırıq. So is my colleges, so are. Baxın burada S-i gördünüz. S-i gördümsə xəbərim is olmaz. Are olar. Doğru cavabımız C variantı. Düşünürəm ki, suallar bitdi. Bəli. 10 sualın izahını başa vurduq. Hələlik sağ olun.